Hər iki xütbədə imamın ayaq üstə xütbə verməsi. Bu müstəhəbdir. Bu müstəhəbdir. Və sadəcə Şafilər, İmam Şafi və onun məzhəbində olan alimlər, yəni bunu vacib görmüşlər. Deyiblər ki, ayaq üstə durması vacibdir. Və hədisdə olan digər fayda, istihbabul culusil yesiri beynəl xutbəteyni li fasli beynəhumə. İki xütbə arasını ayırmaq üçün yüngülcə oturmağın müstəhəb olması. Həmçinin bu da cümə xütbəsinin müstəhəb əməllərindəndir və bəzi alimlər bunu vacib görüblər. Deyiblər ki, bu oturmaq vacibdir. Cümhur alimlərə görə bu vacib deyil, sünnədir. Yəni müstəhəbdir bunu etmək. Bəli.